Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Salavatullahi ve selamuhu ala rasulihi ve ala alihi ve men istenne bi sünnetihi ila yevmiddin. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana. İnneke entel alimul hakim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah kardeşler. Allah Teala sizin her birinizə gözəl sonluq nəsib eləsin. Allah Teala bizi bağışlasın. Allah Teala bizim her birimizin dünyadan köçəndə son kəlməsini Muhammed sallallahu aleyhi ve sellemin dediği La ilahe illallah kəlməsi etsin. Hamımızın Allah'tan subhanahu ve teala'dan istədiyi elə budur. Elhamdülillah bütün bu səylər, bu çətinliklər, bu səbirlər, əziyyətlər hamısı buna görədir. Hamısı alemlerin Rabbi olan Allah'la xeyir üzerinde karşılaşmak içindir. Ve elleyse lil insani illa ma sa'a ve enne sa'yahu sevfe yura. İnsan neye can atırsa onun için o var. Can attığını da sevfe yura. Allah Teala diyor ki onu görecek. Ona nail olacak. Elde edecek onu. Elhamdülillah. Ramazanın son günleridir. Artık bitir. Çok az qalıb. Allah Teala gözəl şəkildə istifadə etməyi bizə nəsib etsin. Alimlərin nəsihətlərindən oxumağa davam edirik. İmam İbnül Qayyim El-Cevziyyə rahimehullah buyurur ki, Bədai'ül Fəvaid kitabında buyurur ki, rahimehullah, Utulub qalbəkə fi thələthəti məvadi əv məvatin. Qəlbini üç yerdə axtar. Yəni, bax gör, qəlbin üç yerdə necədir? Buyurur ki, birincisi, ində sima'il Qur'an. Birincisi odur ki, Quran eşidəndə gör, qəlbin necədir? Quran dinləyəndə qəlbin rahatlıq tapırmı? Allah Taala'nın zikri ilə rahatlaşır qəlbin yoxsa yox? Bu, elhamdülillah, İbn Qayyim rahimehullah'ın Quran deməsidir. Lakin umumən insan baxmalıdır ki, qəlbi Allahın zikrinə qarşı necədir? Fəvailul lil qasiyyəti qulubuhum. Allah Teala deyir ki, subhanallah, Allah Teala deyir ki, Allahın zikrinə qarşı qəlbi sərt olanların vay halına. Allah Teala qorusun qəlbimizi. Qəlbi Allahın zikrinə qarşı sərt olanlar. Vay onların halına. Elhamdülillah, insan Quran eşidəndə, Quran dinləyəndə, Quranı tədəbbür eləməyə çalışanda, ona Allahın dinindən danışanda, zikr olunanda, tövhiddən danışanda, tək Allaha ibadət etməkdən danışanda, əgər qəlbi yumuşalırsa, qəlbi rahatlaşırsa, qəlbi sevinclə dolursa, elhamdülillah qəlbi yaşayır. Qəlbi sağdır. Adam var ki, qəlbi daşdır. Elə daş olmasının da səbəbi, qardaşlar, Allah Teala'nın zikrindən uzaq düşməsidir. Nə qədər ki, Allahın zikrindən üz döndərirsə, nə qədər ki, ona xeyirlər danışılır, o tərk eləyirsə, insan qəlbi günü-gündən daşlaşır, sərtləşir. Allah Teala buyurur ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ Kim mənim zikrimdən üz döndərsə, فَإِنَّ لَهُ məişətən bankə, onun güzaranı, fəinnə ləhu, onun üçün nə var? Məişətən bankə, sıxıcı bir həyat, yaşayış, sıxıcı yaşayış. Və nəhşuruhu yevməl qiyaməti ə'mə. Allah Teala deyir ki, biz onu qiyamət günü kör kimi gətirərik, kör. Nə qədər ayələr var, nə qədər ayələr var ki, Allah Teala orada bildirir ki, kimlərin ki qəlbi və kimlərə ki Allah وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا O kəsdən daha zalim kim ola bilər ki, ona Allahın ayələri oxunur, ثُمَّ أَعْرَضَ عَنْهَا Adam üz döndərir. Adam Allahın ayəsindən üz döndərər. Adam Quran-ı Kərim ona danışılanda ürəyi sıxılar. Adamı Allahın dinindən danışanda, onu xeyrə çağıranda heç üz döndərər. Hansı ki o həyat verir.
İstəcibu lillahi və lirrasul. Allah Teala deyir ki, cavab verin. Allah'ın dəvətinə, Rasulun dəvətinə nə var? Lima da'akum. İstəcibu lillahi və rasul. Cavab verin Allah və Rasulun dəvətinə, sizə həyat verən şeyə siz dəvət edəndə. Nə həyat verir insana? Allah Taala'nın kitabı və Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsi. Hətta o ev ki, orada zikr olunmur, qardaşlar. O ev ki, orada Quran oxunmur, orada azan verilmir, iqamə verilmir, orada tövhid sünnət danışılmır. Muhammed sallallahu əleyhi və səlləm nəyə bənzədir? Meyit. Məsəlül beytillezî yuzkeru fîhə Allah. O ev ki, orada Allah zikr olunur. Məsəlül beytillezî la yuzkeru fîhə Allah, məsəlül hayyi vel meyyit. O ev ki, orada Allah zikr olunur. O ev ki, orada Allah zikr olunmur, ölü ilə diriyin misalındadır. Ola bilsin ki, orada dirilər yaşayır, amma ölü kimidirlər. Bu Allah Taala'nın dedikləridir, Rasul Muhammed sallallahu əleyhi və səlləmin dedikləridir. Kiməsə qəribə gəlir. Lakin yaşayır o evlər ki, hətta azanda necə gəlir? Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsində gəlir ki, azan verən insanın azanını nə qədər dağlar, daşlar, otlar, ağaclar, kimlər eşidəcək qiyamət günü olsun, şəfaət eləyəcək. Yəni evindən nə bir adam, nə bir ot, nə bir gül, nə bir çiçək, nə bir daş qiyamət günü sənə xeyirvə bir şey deməyəcək Allah Taala'ya. Məhrum eləmisən bütün evi, ailəni zikirdən, Allaha ibadətdən. Lakin elhamdülillah Allahın elə qulları var ki, onlara Quran-ı Kərim oxunanda gözləri yaşla dolur. Allahın qorxusundan, Allaha olan imandan. İnnemel mu'minûnellezîne izâ zukirallâhu vecilet qulûbuhum ve izâ tuliyet aleyhim âyâtuhu zâdethum îmânen ve alâ rabbihim yetevekkelûn. Allah Teala deyir ki, müminlər o kəslərdir ki, Allah'tan danışılanda qəlbi qorxur. Allah'ın ayələrini onlara oxuyursan, imanları artır. İman üzerine iman getirir. Liyezdadu imanen ma'a imanihim. Oxuyursan Allah'ın ayəsini imanını artır. Eşidirsən Musa'nın, aleyhisselamın, eşidirsən Hud'un, İsmail'in, İbrahim'in, İshak'ın, Yakub'un, Muhammed sallallahu aleyhi ve sellemin o çətin həyatını, başlarına gələn imtihanlara səbr eləmələrini, Allah üçün əzimkarlıqla yaşamaqlarını eşidirsən, o Quran-ı Kərimdə imanın artır. Necə Allah Teala deyir? لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِأُولِي الْأَلْبَابِ. Onların bir həyat hekayələrində ağıllı adamlar üçün ibrətlər var. Bircə Muhammed sallallahu aleyhi ve sellemin həyatına baxanda insan bütün nümunəvi əməlləri, hərəkətləri, yaşayışın bütün xeyirlərini tapa bilər Muhammed sallallahu aleyhi ve sellemdə. Bütün xeyirləri özündə cəm eləmişdir. Hətta öz yolu haqqında nə deyir? Xayral hədiyü Muhammedin sallallahu aleyhi ve sellem. Yolların ən xeyirlisi, bütün xeyirləri, kamil faydaları, vəsfləri hamısını özündə cəm eləyən bir dənə yoldur. Muhammed sallallahu aleyhi ve sellemin yolu. İkinci buyurur ki, rahimahullah, وَفِي مَجَالِسِ الذِّكْرِ. Qəlbividir harda tap? Birinci Quran dinləyəndə. İkinci elm məclislərində, zikr məclislərindədir. Bax gör zikr məclisində necəsən? Qəlbin necədir? Rahatdır? Yoxsa qəlbin sıxılır? Tez qutarsaydı gedərdik. Və yaxud da bunları bilirik. Eyni şeyi danışırlar. Yox qardaş. Din elə 1400 ildə eyni şey danışılır. Bizim böyüklərimiz Allah bərəkət versin, onlardan birinə deyirlər ki, sən elə həmişə eyni şey danışırsan. O da deyir ki, neyniyim, Allah sənə rəhm eləsin. Təzə şey gətirim Allah Taala'nın dininə. Nə danışmalıyıq ki, elə din, əlhamdülillah, başdan ayağa Quran-ı Kərimdir, buradan oxuyursan, Allah nəsib eləsə axırına gedirsən. Eyni şeydir din.
Əsas odur ki, dindən kənara çıxma. Dində nə var, onu danış. Elə dində nə var, onu eşitsək, əməl etməyə çalışsaq, bu elə ən böyük uğurdur, ən böyük xeyirdir. Zikr məclisləri, qardaşlar, insanın qəlbini nurlandırır. İnsanın günahlarının bağışlanmasının ən böyük səbəblərindəndir. Təsəvvür edin, zikr məclisini, heç zikri dinləməmək. Gəlib oturub, dinləməmək üçün gəlib. Yəni, yol keçirdi, adam gəldi, oturdu, görün, bunlar burada nə inirlər, nə danışırlar, nə deyirlər bir-birlərinə. Allah onu da bağışlayıb. İndi zikri dinləyənləri denə. İtə su verən qadın. Elm əhli nə deyir? Allah Teala deyir, itə su verən qadını, o bəği, Bəni İsraildən olan qadın, itə su vermişdir. İt nəcisdir aynı olaraq. İtin özü birbaşa nəcisdir. Hətta Muhammed sallallahu aleyhi ve sellem xəbər verir ki, sizdən birinizin İdə vələqəl kəlbu fi inəyə hədikum fəqsiluhu səbən uləhünnə bit-turab. İt sizdən birinizin qabını yalasa, onu deyir, 7 dəfə yuyun, 8-ci torpaq olsun. Və yaxud da 1-ci torpaq olsun, 8 dəfə yuyun, 7 dəfə yuyun, fərqli rivayətlərdir. Gör nə qədər mındardır. Ağzının suyu belə mındardır. Özü mındardır it. Nəcisdir başlamayalım. Lakin Allahın məxluqudur. Allahın məxluqudur. Allah Teala Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, İrhamu mən fil ard, yarhamukum mən fis səmə. Yerdə olanlara rəhm edin, göydə olan sizə rəhm etsin. Və ya başqa hədisdə buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem Ar-Rahimuna yarhamuhumur Rahman. Rəhm edənlərə o mərhəmətli Allah rəhm edəcək. Təsəvvür elə, o Bəni İsraildən itə rəhm edən o fahiş qadın heç bir salih əməli də yox idi. İtə rəhm etdiyinə görə, su verdiyinə görə Allah onu bağışladı. Alimlər deyirlər ki, sən Allahın mömin qullarını yedizdirsən, içizdirsən, onlara su versən, onların susuzluğunu aradan qaldırsan, gör Allah səninlə necə müamilə eləyəcək. İndi zikir məclisi. Zikri sadəcə bəlkə də özünə istirahət yeri seçmişdi o məkanı. Necə mələklər Allaha deyirlər ki, ya Rab, o məclisdə hamısını bağışlayırsansa, amma bir nəfər var. O heç zikrə görə gəlməmişdi ora. Allah Teala nə deyir cavab olaraq? Lə humul qavmu la yəşqə bihim cəlisuhum. Deyir, onlar elə adamlardır ki, onlarla oturan pis adam olmaz, onu da bağışlayıram. Bu qədər faydası var zikr məclisinin. Həmçinin başqa hədisdə Muhammed sallallahu aleyhi ve sellem bir şey zikr məclisində cəm olarsa bir qövm, oradan onlar qalxanda o məclisdən Allah Teala mələk göndərər, onlara deyər ki, qalxın, artıq Allah Teala sizin pisliklərinizi yaxşılıqlarla əvəz edeyim. Yəni, nə qədər təbii ki, kiçik günahlardır. Ümumiyyətlə, qardaşlar, məsələn, həc özündən əvvəlki günahları bağışlayır, Ramazan özündən əvvəlki günahları bağışlayır, Qədr gecəsinə imanla yetişib, o gecəni imanla tutmaq, keçirtmək günahları bağışlayır. Bu kimi hədislər demək olar ki, hər birinin mənası kiçik günahlara aiddir. Kiçik günahlara. Peyğəmbər sallallahu aleyhi ve sellem hədisdə deyir ki, mən həccə lillah və ləm yərfus və ləm yəfsuq raca'a ilə beytihi kəvələdəthu ummu. Kim həcc edər, həccində fasiqlik eləməz, söyüş söyməz, yaxınlıq eləməzsə qadınla, evinə anadan olmuş günahsız uşaq kimi qaydar. Yəni, kiçik günahlar bağışlamaq. Amma yenə də elhamdülillah böyük bir lütfdür. Allah Teala kiçikləri bağışlayır. Demək olar ki, tövhid əhlini Allah Teala böyük günahlardan qoruyub. Əllədini yectənibunə kəbairal isim. O kəslər ki, böyük günahlardan çəkinirlər. Demək olar ki, elhamdülillah, sələflərin böyük əksəriyyəti böyük günahlardan çəkiniblər Allahın qorxusundan. Hamısının haqqında elhamdülillah yaxşı zənn edirik ki, kiçik günahları da Allah Teala belə bağışlayır. Kiçiklərin də bağışlamaq üçün Allah Teala səbəb qoyur. İnnəl həsənət yudhibnə səyyiət. Necə Muhammed sallallahu aleyhi ve sellem deyir? Yaxşılıqlar pislikləri aparır. Özə gör hansı pisliyi eləmişdi? Həmin sahabə deyir, mən bir bağa düşdüm, ya Rasulallah, orada bir qadın var idi. Mən onunla, kişi öz qadını ilə nə edirsə, hər bir şey etdim yaxınlıqdan başqa. Deyir ki, sübh namazını bizimlə qılmısan. Deyir ki, bəli, deyir ki, innəl həsənət yudhibnə səyyiət. Yaxşılıqlar pislikləri silir aparır. Gör özdə hansı pislik? Ən böyük çirkin əməllərdən biridir. Lakin əlhəmdə Allah Teala'nın lütfü böyüdür.
rəhməti, qəzəbini qarşılayıb. Zikr məclisinin əzəmətli faydası var, qardaşlar. Gəlirsən, bir kəlmə eşidirsən və ya kiminsə əxlaqından təsirlənirsən, uzun müddətdir bir məsələ haqqında sual verməyə utanırsan, lakin sual vermədən o məsələ sənin üçün açılır, məsələnin cavabını bilirsən, o məsələ qəlbindən çıxır rahatlıqla. Hamısı zikr məclisinin faydalarındandır. Sonra buyurur ki, rahiməhullah, üçüncüsü, وَفِي أَوْقَاتِ الْخَلْوَةِ Bir ki, bax, Allahla tək qalanda necədir qəlbin? Allahla tək qalanda necəsən? Günahlara gedirsən, asiliklərə gedirsən, yoxsa çəkinirsən Allah Taala'nın qorxusundan? Tək qalanda Allahla ibadətləri edirsən, namazın vaxtı daxil olanda namazı vaxtında qılırsanmı? Namazın dəst namazına fikir verirsənmi? Məsələn, ata ilə, ana ilə insanların içində əxlaqlı, gözəl, övliya kimi davranırsan. Amma ata ana ilə tək qalanda yenə də eləsən, yoxsa riyakarlıq edirdin insanların içində. Özünü göstərirdin insanlara ki, sənə, valideynlərinə yaxşı baxan desinlər. Beləsinsə, vallahi sən yaxşılıq eləyənlərdən sayılmırsan valideynlərə. Hətta təsəvvür edin ki, elm əhli deyir ki, bir insan, atası, anası onu danlasa onun valideynin üzünə yox. O birisi otağa daxil olub, orada desə ki, yenə də ona ağ olanlardan sayılır. Üzünə deyil, kesib o birisi otaqda elirsən, yenə də deyir ki, sən ona ağ olursun. فَلَا تَقُلْ لَهُمَا اُفِّنْ Uf demə. Nə orada, nə burada. Allah hamımızı qorusun. Danışmaq biraz asandır, qardaşlar. Allah hamımıza nəsib etsin ki, özünün əzəmətli əmr etdiyi bu məsələni, valideynlərə itaati gözəl şəkildə əda eləyə bilək. Şək yoxdur ki, hamımızın bu məsələdə naqislikləri, təqsirləri var. فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ وَهُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى Allah Teala deyir ki, özünüzü təmizə çıxartmayın. Allah kimin təqvalı olduğunu yaxşı bilir. Danışmaq ağırdır deyənə, adam elədiyi xətalardan da bəzən məcbur olur, danışır. Allah hamımızı bağışlasın. Buyurur ki, rahiməhullah, üçüncüsüdür, bax, tək qalanda necədir sənin qəlbin Allahla? Tək qalanda asiliklərə cürət eləyirsən, yoxsa yox. Allahın qorxusu sənə mane olur o asiliklərə getməyə. Əgər mane olursa, əlhamdülillah, insanın halı yaxşıdır. Sonra buyurur ki, rahiməhullah, sonda فَإِنْ لَمْ تَجِدُهُ فِي هَذِهِ الْمَوَاتِنِ فَاسْأَلِ اللّٰهَ أَنْ يَمُنَّ عَلَيْكَ بِقَلْبٍ فَإِنَّهُ لَا قَلْبَ لَكَ Deyir ki, rahiməhullah, əgər bu üç yerdə qəlbivi görməsən, yəni qəlbivi salamat görməsən, harada birinci qardaşlar? Birinci nə idi? Birinci Allah Teala kitabını dinləyəndə, həmçinin oxuyanda Şeyh Muhammed ibn Salih Əl-Üseymin rahiməhullah buyurur ki, əgər bir insan Allah Teala'nın kitabını oxuyanda qəlbi daralırsa, qəlbi sıxılırsa, o kitabı qoyub getmək istəyirsə, deyir ki, o adam Allahdan qəlb istəsin, onun qəlbi yoxdur. Səvr elə, bu hamıda baş verir, qardaşlar. Bu cür sözlər bizim kimi müsəlmanları, zəif insanları oyadmaqdan ötürüdür. Necə ola bilər ki, bir insan Quran-ı Kərimi götürsün oxumağa, Allah Teala deyir ki, "İnnallaha yuridu bikumul yusr və la yuridu bikumul usr." Allah sizə asanlıq, sizə çətinlik istəmir. Allah Teala istəyir ki, sən onun kitabını oxuyasan. Bu yandan da səni müvəffəq eləmir oxumağa. Belə deyil. Bizi müvəffəqiyyətdən məhrum edən şey nədir əsas? Günahlardır. Elə ola bilməz ki, sən Allahın kitabını götürəsən oxumağa, Allah sənə nəsib eləməsin, elə belədən deyil. Günahlardır, qardaşlar, vallahi günahlar. Olunan günahların səbəbi ilə biz bu əzəmətli neymətlərdən məhrum oluruq. Nə qədər ki, günah çoxaldı, insanın qəlbi, necə Muhammed sallallahu aleyhi ve sellem deyir, Adəm evladı xəta edərsə, qəlbinə nə düşür? Bir nöqtə, qara nöqtə, qara. Bir o nöqtə böyüyür, onun qəlbini əla alır. Artıq qəlbi qaralır. Sonra Muhammed sallallahu aleyhi ve sellem Mutaffin surəsindəki ayanı oxuyur. Kəllə bəl rana alə qulubihim mə kənu yəksibun. Xeyr, əksinədir, onların qəlbləri etdikləri günahlar uzubatından qaralmışdır. İnsan etdiyi günahlar uzubatından ibadətlərdən məhrum olur. Lakin bu yandan əlhəmdülillah Allah Teala bizə fürsət verib nə? O əmələ bir də qayıtmaq üçün Quran-ı Kərimi götürəndə sevinərək onu oxumaq üçün Allah Teala bizə bir qapı qoyub.
Hansı qapıdır qardaşlar? Tövbə, istiğfar eləməklə, Allahdan yalvar yapış eləyib bağışlanma eləməklə ki, ya Rab, etdiyim günahları bağışla, bildiyim və bilmədiyim günahları mənə bağışla, göstər günahlarımı tövbə eləyim, səmimi tövbəni nəsib elə mənə və bu gözəl ibadəti yerinə yetirmək üçün mənə yardım elə. Dua elə, Allah Teala nəsib eləyəcək. Buyurur ki, rahiməhullah, əgər bu üç yerdə qəlbinin salamat olduğunu görməsən, bil ki, sənin qəlbin yoxdur. Allahdan istə ki, Allah Teala sənə qəlb versin. Birinci, Quran-ı Kərimi oxuyanda və ya dinləyəndə. İkinci, elm məclisində. Üçüncü isə Allah Teala ilə tək qalanda bu üç yerdə insanın qəlbi salamat deyilsə, deyir ki, İbn-i Qayyim rahiməhullah Bədai Fəvaid kitabında gərək Allah Teala'dan qəlb istəsin ki, Allah Teala ona qəlb versin. Allah Teala bizim hər birimizin qəlbini öz zikri ilə yaşatsın. Allah Teala bildiyimiz və bilmədiyimiz günahlarımızı bağışlasın. Allah Teala Quran-ı Kərimi qəlbimizin baharı eləsin. Onu oxuyanda ondan ləzzət almağı, sevinərək onu oxumağı bizə nəsib eləsin Allah Teala. Allah Teala cəmaatımıza, millətimizə hidayət versin. Allah Teala bizim əmin-amanlığımızı qorusun. Allah Teala sizin qəlblərinizə öz nurunu nazil eləsin, imanınızı artırsın. Bütün xeyirlər Allahdandır, xətalar bizdəndir, nəfsimizdəndir, şeytandandır. Əqulu mə səmi'tum və əstəğfirullaha li və ləkum və lisəl muslimin min kullidən fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim. Allah razı olsun qardaşlar.